Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayrun nasirin ve mu'in. Ve la'netullah ala a'daihim ecma'in minel an ila kıyami yevmiddin. Amin ya rabbel alemin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil faracahum. Qolmuş şeytanın şerrinden Allah'a sığınıram. Rahmanirrahim olan Allah'ın adıyla. Allah'ın salam və salavatı olsun Peyğəmbər və onun pak əhl-i beytinə. Salam əziz tələbələr və bizi kanaldan izləyən dəyərli həmvətənlərimiz, hər birinizi xoş gördük. Təzvid, tarix və şəriətdə dərsində 37-ci dərs, bugün 31 mart 2026-cı il. Bizim həmvətənlərimizin soyqırım günüdür. 1918-ci ildə, 108 il bundan öncə ölkəmizin müxtəlif şəhər və məntəqələrində çoxlu sayda insanlar, qoca, cavan, uşaq bilmədən hamısı şəhid edildi. Allah hamısını şad eləsin və Allah hamısının yaxınlarına səbir versin. Allah ölkəmizi daxili və xarici düşmənlərin təhlükəsindən saxlasın. Amin. Bugünkü dərsimizdə asan dərsdir. Həm burada sual-cavablar var, istiftaatdır dəyərli alimlərdən, həm də müəyyən bir mövzu barəsində bir fikirlər var burada. Asan dərslərdir. Əvvəl sual-cavablar oxuyaq. Qiraətin səhhəti, yəni qiraətin doğru olması barəsində istiftaat, suallar. Mən məktəbə oxuyuram ərəb faslından, hələ orada zihnindən tərcümə sizə deyəcəm. Bir nəfər deyir, namazın qiraətində, məsələn, hə hərfini doğru tələffüz edə bilmir, onun əvəzində yumru hə deyir. Məsələn, əlhəmdu yox, əlhəmdu deyir. Deyir, bunun necədir iştirakı, yəni olar, iştirak eləsin cəmaat namazında. Məsələn, deyir, çalışsın ki, əvvəla o səhvini düzəlsin, və çalışsın ki, bu adam bir də məsələn piş namaz falan durmasın. Düzdür, namazın batıl olmasına səbəb oldu və olmadı, ona getmir söhbət. Sadəcə olaraq söz necə deyilməlidirsə, elə deməlidir ki, ta sözün haqqını ödəmiş olsun. Məsələn, biri var ki, səhvin bilir, düzəldə bilir, amma düzəltmirsə, bu artıq günah eləyir. Və səhvin bilir, bacara qədər çalışır, səy göstərir düzəltməliyə və müəyyən miqdar düzəldib, bu heç. Sonra həcc məsələsində, əgər bir insanın qiraəti doğru olmasa, gedib həccə, orada qiraət edir, namazı qılır və onu deyir, düzəltməklikdə də müqəssirdir, yəni onu düzəldə bilmir səhvlərini. Onda nə eləsin? Deyir, budur ki, namazın qiraətin düzəlməsində gərək tənbəllik, süstlük eləməsin. Və bu natamlığı tanımlamalıdır, doğru olsun. Və namaz necə qılınmalıdırsa, elə də qılsın, ehtiyatən. Bir də işte, əgər özü gedirsə və bilir ki, bunun qiraətləri səhvdir, sözlər səhvdir, və bunu düzəltmirsə, bilə-bilə düzəltmirsə, gərək getməsin, bir nəfər göndərsin öz yerinə. Təsəvvürlə, adam səhvini bilir və səhvini düzəldə bilər. Yəni, təqsir bir var ki, müqəssirdir, xəstəlik var, alınmır düzəltmək, imkan müqabilini düzəldib, o heç. Bir var səhvi var, adam üzürsüzdür da və səhvini düzəldə bilər. O boş verir, əsas budur ki, hərcə fırlanım. O şərt deyil ki, namazın orada qılınması doğru qılınması şərtdir. Orada zikirlər var, onun doğru deməli şərtdir, ta hərc qəbul olsun. Müəyyən şəxslər var ki, onların savadı yoxdur və namazı düzgün formada təcvidlə qılmaqlıq, öyrənməli, baxımından bunların çətinliyi var. Və həmçində o deyir, bundan sonra yadda saxlamaqlıq və diqqət, yaddaşsızlıq problemi ortaya çıxır. Bu formada onlar deyir, məsələn, eyni ərəbcə mümkündür ki,
oxumasınlar. Bunun deyir, nə çətinliyi var, nə müşkülü var, hökmü bu necədir? Cavab budur ki, əgər öyrənə bilərlərsə, öz yaddaşlıqlarını deyimmi, səhvlərini düzəldə bilərlərsə, amma düzəltmirlərsə, namaz batıl olacaq. Nə ki, əllərindən gəlir, onu da riayət eləsinlər. Sonrası sual budur ki, bir nəfər cəmaət namazda iştirak edir, amma həmsürəni doğru deyə bilmir və bir dənə xanım var, o xanım deyir, deməli, bu səhvlərin düzəltməkliyi baxımından gələ cəmaatın içərisində deyir, olsun. Ərin icazəsi lazımdır, lazım deyil. Bəs bu barədə nədir sizin fikriniz? Ərində icazəsi yoxdur. Məsələn, bu xanımın getməliyinə. Sizdə vacib məsələlərdə o heç, məsələn üçün getməlidir xanım həccə. Ərin icazəsi lazım deyil. Amma getmək müstəhəb olduğu üçün məscidə ərin razılığı şərtdir. Getməksə xanım Məşədə Kərbəlaya. Mən Hüseyn aşiqəm, gedirəm. Mən kifayət qədər xanım görmüşəm, tanıyıram da. Ərin icazəsi olmadan gediblər Məşədə Kərbəlaya. Qəbuldur, yox, qəbul deyil. O zərərgah ümumiyyətlə günah dolu zərərgahdır. Ərin isə icazə vermədiyi halda nə etsin Məşədə Kərbəlaya? Ər qoymur da isə. İndi burada ər haqlı da, haqsız ona işimiz yoxdur. Ər qoymur. Getməyə icazə haqqım var, təbii ki, yox. Bəzi hallarda günahkar qadın olur deyə kişi qoymur. Qadın kişinin adını çıxarır, kişi mənə zülm verir, namaz belə üstünə qoyur da, namaz qılmağını qoymur, getməlisin məscidə, Məşədə Kərbəlaya filan. Mən azadlıq istəyirəm, kişidən boşanır. Daha azad olsun. O fikirlə boşanan qadınlar bədbəxt olurlar. Düşünməsinlər ki, yəni mən çıxdım azadlığa. Belə şey Allah qəbul elə. Üzrü səbəb olanda boşanmanın qəbahəti yoxdur. Üzrü səbəb var, bu şərtli işlərdir. Bəzi hallar üzrüsüz olanda Allah bəyənmir. Haram deyil ha. Üzrüsüz olanda Allahın bəyənmədiyi halaldır. Bəzi hallarda qadın özü elə şərait yaradır ki, kişi qoymur onu zərərgahlara. Kişi var, lap bir namaz qılandı, buraxmır. Kişi var, içki içəndi, buraxır. Bu fərqlidir də. Namaz qılan bəzi halda buraxır, içki içən bəzi halda buraxmır. Nəticədə qınayaq ki, hə, bu Hüseyn məhəbbətli, İmam Hüseyn aşiqidir bu adam. Qoy geçsin ərbəyinə. Kişi qoymur da. Nə səbəb var ki, qoymur. Bilir də o, bəzi hallarda hamısı da qınamayaq da o tərəfi ki, hə, bu qoymur bunu. Mən gəlib şikayətlən deyəm ki, niyə? Bunlar necə bizə siz dəstələmirsiniz? Daxı mən nəsə dəstələyim ki? Deməsə əri səni qoymur, niyə qoymur? Mən deyim ki, yox, səhəri qoymur, düzgün şükürmürsən, İmam Hüseyin aşıqsan, get, Hüseyin belə, İmam Hüseyin aşiq belə filan, yox, niyə qoymur? O görə belə bir məsələ var ki, müstəhəb məsələlərdə onda xanımın haqqı yoxdur. O ki, vacibdir, həcc zərəti. Xanımın əlinə pul gəlib, pul yığılır, ya bunun atası bir iris qalıb, bunun həcc gəlir, bu getməlidir. Ər deyənməz, başı bağlama, ər deyə bilməz oruç tutma, ər deyə bilməz vacib namazı qılma, ər deyə bilməz həcci getmə. Vaciblər Allah deyəndir, müstəhəblər kişi deyəndir. O görə bəzi hallar bizdə belə səhv anlayışlar olur deyə, bugün də görsün nə qədər belə yersiz, xüsusən dindar ailələrdə həm problem olur. İkisi dindar olanda da olur, ikisindən biri dindar olanda da bu problem ortaya çıxır.